Son dönemin en yaygın xəstəliklərdən biri sayılan depressiyadan çıxmaq üçün nə etmək lazımdır? Təəssüflər olsun ki, gerçekten yaşadığımız dönemde depresiyaya çok insanlar düşür. Kadınlar, kişiler, gənclər ve yaşlılar. Yani yaşadığımız dönemde nispeten depresiyaya düşmüş insanların sayı həddindən artıq çoxalıb. Bunun səbəbləri çoxdur. En büyük depresiya düşməyin səbəblərindən biri ailə tənziminin düz olmamasıdır. Ailə tənzimi düz deyil. Ailədə tərbiyə və yaxud da ailə üzvlərinin bir-birindən əlaqələri, bunların doğru istənilən səviyyədə olmaması depresiya düşməyin səbəblərindəndir. Sosial media, internet, bunların hamısı depresiyanın səbəblərindəndir. Yer üzündə ədalətsizliyin çoxalmağı, hüquqların tapdalanmağın çoxalmağı depresiyanın səbəblərindəndir. Günahların olunmasının bu ağırlıqda depresiyanın səbəblərindəndir. Və s. çox səbəbləri var. Kasıblıq, hüququn tapdalanmağı, çox şeylər deyə bilərik. Lakin depresiyadan çıxmağın iki tərəfdən müalicəsini deyə bilərəm. Birincisi, ruhi və imani tərəfdən. Depresiyadan çıxmağın ən gözəl yolu insanın dua etməsi və Allah Azze ve Celle'ni çox yada salması. Allah Teala Kur'an-ı Kerim'de buyurur, Ələ bi zikrillahi tatmainnul qulub. Həqiqətən qəlblərin rahatlığı, yəni depresiyadan və qəlbi yoran şeylərdən uzaqlığı Allahın zikrində deyilmi? İkincisi, namaz qılmaq, Kur'an oxumaq. Bu da ruhi tərəfdən insanların bir çoxlarını depresyondan və yaxud da depresiyadan tamamilə çıxardır. İkincisi tövsiyəm odur ki, fiziki tərəfdən də depresiyanın önünü almaq olar. Misal üçün, güvenilir insanlarla dərdini bölüşmək. Etibarlı və səmimi adamlara gedib dərdini danışmaq, sənin depresiyadan çıxmağına və yaxud da düşdüyün depresiyanı xəfiflətməyə vəsilə ola bilər. Səbəblərdən biri həmçinin məşq eləmək, idmanla məşğul olmaq. Qadın olsun, kişi olsun, fərq etməz. Bunlar da insanı depresiyadan çıxmağına böyük vəsilə olur. Xüsusən də yerimək, uzun məsafə qət eləmək və s. kimi. Həmçinin depresiyanın səbəblərindən, məsələ, tibbi olaraq depresiyanın azalmasına vəsilə olan bitkisel məhsullardan istifadə eləmək. Misal üçün, bu bəzi bitkisel çaylar var. Bunlardan istifadə etməkdə də bir qəbahət yoxdur. Həmçinin fiziki olaraq depresiyanın azalmağına səbəb xoşbaxt insanlarla oturub durmaq. Depresiyada olan insanlardan biraz uzaq durmaq. Bu da nisbətən insanın depresiyasının qalxmağına vəsilə olur. Bəli. Doğrudur. Allah razı olsun.